Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, bugün müsibətlər anası Xanım Zeynəb Salamullah Aleyhanın vəfatı günüdür. Xanım Zeynəb və İmam Hüseyin Aleyhisselam. Hər ikisi Peyğəmbər Əkrəmin pak nəslinin əzəmətli nümayəndələri. Kərbəla səhrasının əbədiyyətə yazılan dastanının qəhrəmanlarıdırlar. Onları anlamaq sözün əsl mənasında İslam tarixinin özünü və həqiqətini dərk etməyə bərabərdir. Həm Zeynəb Salamullah Aleyh, həm İmam Hüseyin ağa iki bacı qardaş bir şücaət nümayiş etdirdilər. Biri meydanın mərdi, qılıncın əzəməti, digəri isə səbrin nümunəsi, əsirliyin möhnəti, sözün qələbəsi oldu. Zeynəb ilə Hüseynin lüğətində qorxu adlı bir şey yox idi. Hər ikisi Yezidin zülümkar və batıl ideologiyasına qarşı çıxıb onun üzündəki maskanı cırıb atdılar. İmam Hüseyin Aleyhisselam həqiqəti qılıncı ilə, şəhid qanı ilə yazdı. Xanım Zeynəb Salamullah Aleyha isə həmin qanla yazılan məktubu və həqiqəti bəyanı ilə bütün dünyaya və bəşəriyyətə çatdırdı. Hər ikisi həyatda olan ən qiymətli şeylərini, balalarını qurban verdilər. Onların həyatı, fədakarlığın özü kimi bir dərsdir. Hüseyin Aleyhisselam imam idi. Xanım Zeynəb isə imamın davamçısı idi. Onun əmanətini daşıyan, bayrağını ucaldan, sözünü və həqiqətini bütün dünyaya çatdıran qəhrəman bir bacı. İmam Hüseyin qəhrəmanlığını qan ilə, şəhadət ilə yazdı. Xanım Zeynəbin isə meydanı məhkəmə, silahı söz və kəlam, şuarı isə həqiqətin səsi idi. Zeynəb öz qəhrəmanlığını sözlə, səbirlə, zalimin qarşısında əyilməyən vücudu ilə tarixə yazdı. İmam Hüseyin Aleyhisselam zəfər, qələbə şəklində olan ağacı torpağa əkdi. Xanım Zeynəb isə həmin ağacı suladı, böyütdü, onun meyvələrini bütün dünyaya payladı. Əgər Zeynəb olmasaydı, Kərbəla elə Kərbəlada qalardı. Səhrada boğulmuş bir səs, unudulmuş bir izə çevrələrdi. Görəsən, ləyaqətdə, ismətdə, məhəbbətdə, sədaqətdə, rəşadətdə, dəyanətdə, həyatın hər bir sahəsində bir Azərbaycan xanımına örnək ola biləcək ikinci xanım Zeynəb kim var ki? Assalamu aleykum. Terk edenler ehli beyti həşrdə tapmaz nicat etməsin Allah bizi sizdən kənar.